Herkese salam, xoş gördük. Bugünkü mövzumuz qəlyan nə dərəcədə ziyandır, nə cür xəstəliklər yarada bilər. İkinci növbədə isə bu qəlyanın hər bir ziyanını bilib qəbul edib istifadə edənlərə qreypfrutda kolloida ilə qəlyan nətər düzəldilir onu göstərəcəm. İlk öncə qəlyanın ziyanından başlayaq. Qəlyan zərərlidir, çox zərərlidir. Qəlyanın heç bir xeyri yoxdur. Mən bunu özümdən demirəm. Mən bunu araşdırmışam, bir neçə həkimdən sorğu-sual eləmişəm, nəyə görə, necə xəstəlik yarada bilər deyənə. Qəlyan ən böyük xəstəliyi yaratmaq səbəbi immuniteti salmaqdır. Qəlyan immuniteti zəiflədir. İmmunitet zəif olduqda insan hər bir xəstəliyə tutula bilər. Məsələn, belə deyək, ciyərlərində problem var, immunitetin möhkəmdir, imkan vermir xəstələnəsən. Amma qəlyanı çəkirsən, immunitet zəifləşir, xəstəlik prosesi üzə çıxır. Ən böyük ziyan vurduğu ağciyərdir. Bu günə kimi mənim ağciyərimdə heç bir problem yaratmayıb, amma bu o demək deyil ki, yəni heç kimdə yaratmayacaq. Mən qəlyanın təmizliyinə önəm verirəm, özüm düzəldirəm, dost tanışımın olduğu yerə gedirəm. Bilirəm ki, orada kirli qəlyan verməz. Versə mən onu hiss eləyib ondan irad tutaram. Lakin siz bunları edə bilmirsiniz. Qəlyanda təmizlik önəmlidir. Qəlyan onsuz da zərərlidir. Amma natəmizlik onu zərərini qat-qat artıq edir. Təmizlik çox önəmlidir. Təmizlik aparatda, təmizlik ondan demirəm, qəlyanxanada toz olmasın, falan olmasın, qəlyanın kömürlə istifadə edirsən, qəlyanxanada toz olar. Bunlar normal bir şeylərdir. Aparatlardan söhbət gedir. Aparatlar yuyulmalıdır. Şlanq hər qəlyandan sonra yuyulmalıdır. Təəssüf ki, bunlara nəzarət olunmur. Hər gün yuyulan yer belə olsa, hər qəlyandan sonra olmur. Bir qəlyanda məsələn 5-10 dənə qəlyan verirsə, o şlanq 5-10 nəfərə gedəndən sonra axşam yuyulur. Bu düzgün deyil. Qəlyan gəldikcə şlanq yuyulmalıdır. Nə çox isti su ilə, nə də ki çox soyuq su ilə. Biraz ilıq su ilə yaxalanmalıdır ki, bu ilıq su onda olan şirəni aparsın təmiz. Soyuq su şirəni aparmır. Amma ilıq su ilə yuduqda o şirə təmiz gedir. O silikon şlanqlar da ki, tez quruyan bir şeydir. 2-3 dəqiqə sonra onu bir yerdən salaq, 2-3 dəqiqə sonra su yoxdur artıq orada. Çox da uzatmaq istəmirəm ziyan barədə. Yəni bunu hər kəs bilir. Artıq bəzi firmalar yazır ki, məsəl üçün tütün ziyandır. Bax, qarşımda olan firmada elə hal-hazırda yazılıb ki, sağlamlıq xəbərdarlığı. Ağciyər, ürək və damar sisteminin xəstəliklərinə səbəb olur. Yəni bunu artıq firmalar belə bildirirsə, bu gizlin bir şey deyil. Əgər bunu qəbul edib çəkirsənsə, bunu güvəndiyin yerdə təmiz aparatda çək. Çirkli aparat çox fəsadlara gətirib çıxara bilər. Şlankın yuyulmaması çox fəsadlara gətirib çıxara bilər. Qarışımlar, hər şeyi bir-biri ilə qarışdırmaq düzgün deyil. Bu baş ağrısı verə bilər, bu halsızlıq verə bilər. Məsəl üçün elə bir qarışım var ki, onu eləyərsən, dadı xoşuna gələr falan, amma səni halsız eləyər. Demək ki, bir-birindən nisbi deyil. Bunlar bir-birindən uyğun gəlmir. İndi təəssüf ki, indi təsadüfdür. İndi nəyi gəldi doldururlar, bu bombadır, bu reseptdir falandır, elə deyil. Mənim bu videoları çəkməkdə fikrim kimisə tənqid ya təhqir və yaxud işində irad tutmaq deyil. Bizim bir çox peşəkar qəlyançılarımız var, çox şükür, çox qəşəng sənətkardırlar, qəşəng iş görürlər, qəşəng qəlyanlar da düzəldir. Çoxdur. Yəni 1-2 deyil, sayılası qədər deyil. Düzdür, eləsi var, bəxti gətirmir, qabağa gedə bilmir, işləyə bilmir, sadə bir yerdə işləyir, maaşa işləyir, o demək deyil, o peşəkar qəlyançı deyil falan desməkə. Bəxt, qismət söhbəti də var təbii ki. Mən şəxsən qəlyançı tanıyıram ki, bir köpüklük qəlyançı deyil, qəlyan işini biznes kimi alıb elə qazanır. Bu dəqiqə ümumiyyətlə, bu dəqiqə ən çox pis yayılan bir şey, qəlyançı tanışının obyekti var, onu biznes olaraq satır. Məsələn, deyir ki, 10 dənə qəlyan gedir gündəlik, hazır biznes kimi satıram, bəs gəl 60-ın 40-a işlə, 2000 manat məsəl üçün mənə pul verərsən. Bu düzgün bir şey deyil. Mən ümumiyyətlə bu video önə çıxarsa buradan sahibkarlara səslənirəm ki, qəlyançı götürəndə
buna diqqət eləyin. Siz deyirsiniz ki, məsəl üçün mənə bir qəlyançı təyin elə, o adam gedir bir hansısa bir qrupda paylaşır, tanımadığı bir adam. Əl işinə bələd olduğu bir adam olsa, işini görsə, bilsə ki, bu yaxşı işi var falandır, bəs məkandır. Ondan şirinlik alıb obyektə göndərsə o başqa bir şeydir. Və yaxud da task qoyur, kimin pulu var, versin bu qədər, getsin o obyekti faizə götürsün. Mən ilk öncə sahibkarlara səslənirəm ki, bu bərbad bir şeyi aradan qaldırsınlar. Qəlyançı götürəndə baxsınlar kimi götürürlər, biz sınasınlar, kiminsə sözü ilə kör-körana götürməsinlər. Bu dəqiqə üzdə olan qəlyançılar sayla da azdır. Onların içində təəssüf ki, pula görə hər şeyi eləyə bilənlər var. Yəni götürür, deyir ki, şeydir, mənə dəxli yoxdur, mənim 2500-3000-imi ver, get gir orada qəlyanını işlə. Hətta elə biri var ki, elə yerlər var ki, administratorla əlaqəlidir. Tanıdığım bir qəlyançının başına gəlib, qrupda görüb, deyib ki, məsəl üçün 1500 manata biznes almışdı. Qəlyan biznesini almışdı, 25-ci gündə uzaqlaşdırdılar onu. Heç o 1500-dən 200 manat yoxsa 300 manat oradan artıq çıxara bildi. Yaxşı qəlyan gedən yer idi. Prosto administratorla biznesi satan qəlyançının 100% aralarında müqavilə var ki, bəs 25 gün, 1 ay işlədib çıxardarsan mən təzəsini verərəm, biznes kimi sataram, pulun bölərik. Bu 100% belə bir şeylər də olur. Bunların olmaması üçün sahibkarlar bu qəlyan sektoru ilə şəxsən özləri maraqlanmalıdırlar. Günü bugün çaşqa dolduran çıxıb deyir ki, mən qəlyançıyam. Heç inanın ki, o qədər bazarı öldürüblər ki, o çaşqa dolduranlar, pul verib biznesi alanlar, o qədər bu işi öldürüblər ki, qəlyanı professional şəkildə bacaranlar qıraqda qalıb bu dəqiqə. Nəysə, bugün qəlyanın ziyanı barədə bu qədər danışdıq. İndi isə keçək greypfrutda qəlyan kalodu üçün. Necə düzəldilir, hər şeyi sizə aydın şəkildə göstərəcəm. Deməli, greypfrutu düzəltmək üçün ilk növbədə kalodunun arxasına görürsünüz ki, folqa vurmuşam ki, greypfruta yapışıb dəmir qaralmasın. Sonra dəmiri təmizləməkdə zülüm olur. Folqada isə folqanı çıxardıb atırsan, kalod olur, tərtəmiz qalır. İkinci kəsmək üçün kalodu belə qoyub razmerin götürürsünüz. Göz yaddaşınız yaxşıdırsa göz yaddaşı ilə, yaxşı deyilsə qələmlə çəkə bilərsiniz. Yəni bu uca sizdən asılıdır. Mən məsəl üçün göz yaddaşı ilə bilirəm deyənə göz qərarı kəsirəm. İndi artıq əksiyi olsa orada onu təbii ki götürəcəm. İnanmıram burada bir artıq əksiyi ola. Düz bunun üçün kəsilib bu. Bundan o yanası yoxdur. İndi ilk öncə greypfrutu bıçaqla buranı oyub şeyləyirlər, barmaqla deşirlər. O metodu elə bir şeylər. Yəni elə şeylər bu yoxdursa, alma deşən yoxdursa eləmək olar məcburiyyətdən. Amma belə eləmək düzgün deyil. Çünki qırağa cırılır, düz deşiyi olmur onda. Qırağı o tərəf bu tərəfə cırılır. Qəlyanın üstünə salanda hava alır. O da hava alanda ümumiyyətlə qəlyandakı hava almaq prosesi oldu. Onda tüstü zəifləyəcək. Burada da yəni güc vurub onu dağıtmaq lazımdır. Bunu sadəcə fırırsan, alma deşənin ağzı kəskin olur. O kəsir çıxardır. Gördüyün kimi bu qədər bəsit bir şeydir. Sonra bunu bax bu cürünə çıxardıb, kəsib düppədüz də eləmək olar. Bunu buradan uklon da eləmək olar. Yəni çaşqa kimi, çaşqanın necə çıxıntısı var, elə bir çıxıntı qoyub tütünü daha rahat düzmək də olar. Bu artıq sizdən asılı olan bir şeydir də. Ürəyiniz nətər istəyir təmiz çıxardarsınız, bir dəfə belə kəsib, bir dəfə də belə kəsib təmiz çıxardarsınız. İstəyirsinizsə indi mənim hal-hazırda elədiyim kimi eləyərsiniz. Öncəliklə barmaq işarəsini qoyuram ki, məsələn bu qədər bıçaq gedəcək bütün boyunca və barmağa dirənən yerinə kimi. Çünki o barmağı dirəməsən, nə qədər kəsdiyini bilə bilməzsən. Bir yer dərin, bir yer dayaz düşər. Bunu çox dərin kəsməyin də ki, yəni nə mənası var, nə də adı var. Bax, bunu bıçaqla kəsəmirsənsə, qayçı ilə də belə çıxara bilərsən bir-bir
eləyə bilərsən. Mən də vəhşətə qayçı ilə ən asan yolunu sizə göstərim. Qayçı ilə bax bu greypfrutun ilməkləri var da. İlməklərini kəsib rahatca çıxarda bilərsiniz. Rahat yolu qayçıdır. Çünki bıçaqla çətinlik çəkəsiniz. Bu qaydada bunun içini çıxartdıq. Greypfrutda su var. Gördüyünüz kimi bu suyu da salfetka ilə mi, əski ilə mi, indi nə ilə olsa bu suyu yüngülvarı almaq lazımdır. Çox yox, yüngülvarı almaq lazımdır. Düppədüz olmasına üstünlük verənə. Bəli. Greypfrutumuz bu şəkildə hazır. Bu şəkildə hazırdır və tütünlər. Demək bugünkü qarışım mandalin, qarağat, buz, qarışıq miksdə hazırdır. Bir də bişmiş şaftalı ilə qatacağam. Tütünü də alt hissədən götürürəm ki, biraz şirəli olsun. Çünki tütün nə qədər şirəli olsa, bir şey də deyim ki, bu qabdan götürüb sırazu meyvənin içinə qoymaq və yaxud da saxsının içinə qoymaq düzgün bir şey deyil. Bunu stolun üstündəmi? Bunu harda düzəldirsinizsə, indi orada bir açmaq lazımdır. Boşalsın, tütün bomboş olmalıdır. Bir-birinə sıx olmamalıdır ki, sən düzəldəndə də istər-istəməz biraz pres verirsən, avtomatik o çox preslənmiş olur o şey. Onda da tüstüyə maneçilik eləyir. Bu tütün boşalmalıdır. Boşalmalıdır ki, içində ağac varsa, atxod bir şey varsa, onu çıxardasan, onu görə biləsən. Yoxsa sən vedradan götür elə qoyura bilənməzsən, axı çubuqdur, nədir, hamısı gedəcək içində. Burada düzmək önəmlidir. Burada səhv düzəndə, normal düzməyəndə gedir kolbaya düşür, o da qəlyanı iyrənc göstərir və qəlyan gözdən düşür, istər-istəməz gözdən düşür. Əslində bu kalodla çox rahat bir şeydir. Bunu yəni səbri olan hər kəs düzəldə bilər. Prosto düzəldəndə biraz diqqətli olmaq lazımdır. Çünki qəlyan incəliyi sevir də, biraz səhv oldusa qəlyan istirahatın heçə dönür də, heç olur. Çünki biraz səhv oldu yandıra bilər, biraz səhv oldu öskürdə bilər. Önəmlidir hər bir şey. Ümumiyyətlə kömür qoymaq qaydası da önəmlidir, kömürlə qulluq eləmək qaydası da önəmlidir. Xırda detallara fikir vermək lazımdır qəlyanda. İndiki tütünlər elə bir vəziyyətdədir ki, nə doğramağa ehtiyac var, nə sıxmağa ehtiyac var. Çünki şirəsi azdır, həddən artıq azdır. Sən o şirəni də sıxsan, artıq yəni qəlyanda bir şey qalmayacaq. Yəni boş bir şey olacaq. Boş tüstü olacaq. O da məncə gərəksiz bir şeydir. Boş tüstü neynirsən? Əsas dadlı olmalıdır ya yox. Əlimizi də yuduq gəldik əsas. Bilirsiniz, qəlyanda səliqə önəmli bir şeydir. Yəni məncə səliqə çox, mənim üçün şəxsən çox önəmlidir. Mən harasa gedəndə qəlyan çəkəndə də qəlyancının səliqəsinə fikir verirəm. Yəni səliqəsi olan adam başdan eləmir də. Bu işi bilirsən ki, sevgi ilə yaxınlaşıb. Bu işə basın verim, pulumu qazanım eləməyib. Yəni bir işi görürsənsə ümumiyyətlə bir sevgi ilə görməlisən. Yəni yola vermək o iş üçün məncə düzgün bir şey deyil. Yəni qəlyan, greypfrut bu qədər. Bax, beləsinə şəkildə tütün doldurulur, kalodu qoyulur, kömür üstünə yığılır. Nə artıq, nə az. Düz 5 dəqiqə isitmədə saxlamalıyıq. Kömürü içinə qoyub 5 dəqiqə gözləməliyik. 1 dəqiqə az da olmaz, 1 dəqiqə çox da olmaz. Yəni daha deyərdim ki, 5 dəqiqədən 10 saniyə artıq gedəndə o qəlyan bütün çəkdiyin saat müddətcə boğmağa, öskürtməyə meyilli olacaq. 5 dəqiqə tamam olduqdan sonra
başlayırıq. Dartanda da incə-incə dartmaq lazımdır. Yəni qəlyanı belə yox, xırda-xırda dartmaq lazımdır. Mən ümumiyyətlə qəlyanda çox da tüstüyə önəm vermirəm. Əsas dada önəm verirəm. Demək olar ki, çaşkadan elə bir fərqi yoxdur, yəni düzəltməyinin. Amma bunu bildirmək istəyərdim ki, çaşka meyvədən daha artıq zərərdir. Greypfrut məsələn o tütünün müəyyən bir zəhərli şirəsini özünə çəkir. O suya məsəl üçün sırazı getmir o zəhər. Amma çaşkada o saxsıdır da, nətər özünü qatsın. Amma suya ötürür, o da bir müddət sonra təbii ki, zəhər bədənə gedir. Məsələn, belə deyək, çaşkada 15 dəqiqədən sonra bədənə gedirsə o zəhər, greypfrutda yarım saatdan sonra, 40 dəqiqədən sonra başlayır zəhər bədənə getməyə. Bu qədər. Əgər sən də peşəkar qəlyanı düzəltmək istəyirsənsə, məni izləməyi unutma. Sağ olun, salamat qalın. Gələn videoda görüşmək ümidi ilə. Hələlik.